ki, rekordda başladı. İndi biz səhv salırıq ki, buranı bilirik biz zaten. Misal üçün deyir ki, pasivə çevir. Hə, biz bilirik ki, was cleaningdir. Biz burada düstur işlədəcəyik. Burada is being olmaz, would olmaz, has olmaz. Yəni belə olmalıdır və burada da keçmiş davam edicidə olanda biz burada being əlavə edirik falan. Bunu hər kəs bilir. Ancaq bəzi insanlar səhv salır. Nəyi səhv salır? Misal üçün, belə sualı olanda səhv salır. Sonra nə bilim, gəlir bu bir tərəfə, bax belə olandasa bilmir ki, nə cür işləsin, nə cür getsin, tez həll eləsin. Birincisi, sənə sual verirsə burada, bu eyni bayaqları işlətdiyimiz qaydadır. Hansı ki, sən burada nə iş gördün? Feildən sonraya baxırsan. Misal üçün, sən burada baxsan ki, feildən sonra these students veribdir. These students indi bizim üçün subject olacaq. Subject harda olur? Köməkçi feillə əsas feilin arasında. İndi sən burada görürsən ki, bir də başqa bir şey görürsən. Biz həmişə həm objektə baxırıq, həm də ki, bəs bizə feil lazımdır. Bayaqlar dedim ki, keçmişdi, indiki olmaz, ad çıxartdım. Eynisini burada da eləyirsən də. Hansı zamandadır? İndiki sadə zamandadır. Və indiki sadədə sən həmişə nə axtarırsan? Am, is, are, üstünə gəlsin feilin 3-cü forması. Bura kimi başa düşürsünüz nə deyirəm? Qarışıq danışmıram. Okey, bəs digərləri başa düşür? Bəli. Okey. İndi ona görə də biz burada görürük ki, who'dan sonra mən deməmişəm noun gələr. Biz heç ümumiyyətlə bunu interrogative sentence-da keçməmişik. These də gəlməz. Ona görə B nə deyəni çıxaq. Are görürəm və mən burada görürəm ki, köməkçi feil. Məsələn, C variantına baxın, bizim üçün burada tout been verilibdir. Axı biz burada düsturda dedik ki, əmizar feilin 3-cü forması olacaqdır. Been çıxdı buradan. Daha sonra biz burada görək ki, köməkçi feillə əsas feil yan-yana verilib Y variantında. Bunu çıxırıq. Qalır bizim üçün nə? A variantı. İndi burada belə bir sual yaranır. Müəllimə, sən mənə deyirsən ki, əmizar feilin 3-cü forması. Yəni, bax, bu şəkildə verilməlidir bizim düsturumuz. Amma bizim düsturlarımız cümləmizdə are-la tout ayrı-ayrı yerlərdə verilibdir. Mənim bir daha sual verə bilərəm. Bəli. Bir qayda var idi ki, sual cümlələrində are-la these yan-bayan gələ bilməz. Belə bir şey var. Are-la nə? Are-la these. Elə bir qayda yoxdur. Sənin dediyin qayda belə bir şeydir. This is, this was, that was. Budur. Bu şəkildə. Amma buradakı these o mənada deyil. Buradakı this-dən sonra was gəlməz. Amma sənin burada these-indən sonra noun gəlib. Yəni, onun bura dəxliyyəti yoxdur. Yaxşı? O vardır deməkdir. Amma burada vardır deyil. Bu şagirdlər. Başa düşdün? Bu şəkildə. Qəşəng sual idi. Afərin. İndi bizim üçün burada bayaqları deyirəm ki, köməkçi feildən sonra feilin 3-cü forması gəlir. Bəs burada niyə bizə are burada verilib, tout burada verilib? Bunun izahı çox sadədir. Misal üçün mən deyirəm ki, I am a teacher. Düzdür. Sual deyəndə nə edəcəm? Am qabağa keçir. Am I a teacher olur. Düzdür. İndi burada da bu dostumuz eyni şey eləyib də. Yəni burada sualı deyə əmizar keçir hara? Subjectin qabağına. Sənin də burada subjectin nə oldu? The students oldu. İndi yazıq ki, mən bayaqları the students-ı biz bayaqları burada object demişdik. Hə, bax burada verilən cümlə aktiv cümlədir. Buradakı cümlələr isə pasiv cümlələrdir. Bəs mən izah eləyən nə demişdim? Demişdim ki, aktiv cümlənin objekti, pasiv cümlənin subjektidir. Ona görə A variantı burada subjekt olur. Başa düşdünüz? Yəni, the students burada subject olur. Doğru cavabımız A olur. İzah eləyə bildim hər kəsə? Bəli. Okey. Kimsə başa düşməsə desin ki, yox, başa düşmədim. Yəni,
Burada problem deyil, heç kəsi ittiham eləmirik, heç nə eləmirik. Hər kəs soruşsun. Əmin olaq ki, başa düşdünüz. Gəlin birini də eləyək. 35-ə baxaq. 35-də zamana baxıram. Çünki hamısının zamana və şeyə baxıram, obyektə baxıram. Yəni bu mənim eləməli olduğum şeydir. Did var mənim üçün burada. Nədir bu? Past simple-dır. Past simple-ında düsturu var. O necə idi? Was, were, üstünə gəlsin feilin 3-cü forması. Və hamısında was var. Görün başqa bir problem varmı? Yoxdur. Was, been falan yoxdur. Əla. Və mən burada görürəm ki, əsas feilimiz nədir? Did bizim köməkçi feilimizdir. Tamam mı? Və get isə bizim əsas feilimizdir. Main verb. Main verbdən sonra isə gələn söz the good news sözü olur. Deməli, belə olacaqdır. Köməkçi feil üstünə gəlsin, subject üstünə gəlsin main verb. Yəni, bax, burada bizim subjectimiz burada olmalı. İndi baxıram A variantında. A variantında köməkçi feildir bu. Köməkçi feildən sonra he verib. He biabırçılıqdır. He bizim cümləmizin subjectidir. Bu aktiv cümlənin subjecti yox olmalıdır. Aktiv cümlənin obyekti mənə lazımdır. He-ni çıxartdım, çünki he hərəkət eləyəndir. Mən hərəkət eləyən şəxsi bilməməliyim. O biabırçılıqdır, mən onu gizlətməliyim. Maksimal şəkildə versəm by him verərəm. O da hardan bildim him olur? Çünki by prepositiondan sonra da objective pronoun gəlir. Ona görə bax, burada B variantına çıxıram, çünki by him verməyibdir. Axı, bizim subjektimiz, bizim bu aktiv cümləmizin subjekti bizim mikropu idi. Mikropu da biz maska ilə gizlədirik. Maskamız da nə idi? By idi. Bu şəkildə olur, nə belə getdi. Sonra D variantında when-dan sonra noun verib. Dostum, heç interrogative sentence-da, yəni ki, sual cümlələrində belə biz keçməmişik ki, when-dan sonra noun gəlir. Bunu da çıxdım. Digərinə baxıram. Was-dan sonra köməkçi feil gəlib. Axı, mən düsturuma bax. Mən burada demişəm ki, biz sualı necə qururuq? Köməkçi feil, subject, verb. Yəni, burada köməkçi feillə əsas feil yan-yana gəlməz. Was, sonra subject, gördünüz? Qotumu da burada verdim. Oldu nə? Y variantı. Bu şəkildə izah etdik. Tamam mı? Buradan bir dəfə də nümunə verməyimə ehtiyac var, yoxsa hər şey aydın oldu? Bir də işləyə bilərik. Əlbəttə. İstəyirsən hətta sən işlə. Misal üçün 32-ni işləyəmək istəyirsən, ya da gəl 32-ni işlə, çünki 32-də by whom var. Bir şey göstərəcəm sənə. Əslində bunu demişəm dərslərdə, yenə də ehtiyatlı olmaq məqsədilə demək istəyirəm. Who olur, sonra burada nöqtələr yerində cümlə olur, sonra da axırda preposition olur. Bu bərabər olur hansı sözə? By whom sözünə. Bu şəkildə. Yəni, heç bir fərqi yoxdur. Eyni funksiyalardır. Belə, başlaya bilərsən. Orada birinci bir zamana baxdıq. Keçmiş zamanlarda. Nə axtarıram? Köməkçi feil. Köməkçi feil nə olmalıdır? Düsturum nədir? Were, was, were üstə gəlsin. Verb 3. Orada burada were köməkçi feilimizdir. Sonra biz burada subjectləri silirik. Subjectim hansıdır? Burada deyir ki, kim bu boksu açdı? Subject yoxdur. Yes. Harda deyir? Hansı variantda deyir? Deyirkən. Jim sözü adam adı yoxdur. Heç mən sənin burada subjectin yoxdur. Bəli. Sənə bir şey lazımdır. The boxes. Bilə bilərik. Binə görə. D variantı bəli, bin var. Axı biz düsturda belə demişik, ona görə bunu çıxırıq. Düz deyirsən, B variantı da həmçinin. Bəli. Sonra deməli köməkçi feil. A da gedir, çünki birinci köməkçi feil gəlməlidir, sonra bizim obyektimiz gəlməlidir. A da gedir. Sonra baxırıq, B ilə Y arasında qalırıq. Biz dedik ki, over the boxes of the bag. Burada da
Word'dən sonra open gəlir. Bu olmaz. B gedir. Cavab ki. Köməkçi feilinin main verb yanına gəlməz. Gərək ki, arasını subject girsin. The boxes sözü burada object də düzdür. Amma bizim çevrilmiş cümləmizdə subject olur. Aferin. Oldu nə ya variant. Все, bu şəkildə. Bir dənə də ehtiyac var. Ben bir şey deyə bilərəm. Hı. Burada 32'də B ilə Y-nin arasında qaldı. Orada variantı necə seçdiniz? Mən də biraz internet problemi yaşadım. Okay, deyirsən ki, İtirdim D oranı. ilə Y, daş kəsənlə F. Yox, B ilə Y, Bakı ilə Y-nin arasında qalmışdınız. Ondan sonrasını yaxşı eşitmədim. Biz... Bayhunla ola. Bayhun were opened the boxes. Bakı. Okay. Hə. Gəl baxaq. Bizim üçün burada nə verilibdir? Burada fikir ver, burada köməkçi feillə main verb yan-yana gəlibdir. By whom were the boxes opened? Mənimlə idiniz? Yox, Ben- sualı kim verdi onu idim. Okay? Fidan Bəli, idi bəli. deyəsən sual ver. Əla. Olur burada ya variant. Sonra ehtiyac var yenə işləməyə. Xeyr, mən. Okay. Xeyr, mənim. O zaman gəlin gələk bu bir başına. Burada da deyir ki, passivdə olan cümlələri seç. Bax, çevirmək falan demir. Biz birinci başlıqla ikinci başlıqda eyni şeyləri işlətdik. Prosta indi sualın strukturu var, nəqli cümlənin strukturu var. İndi bizə burada deyir ki, passivdə olan cümlələri seçsən, burada nəyə fikir verəsən? Birincisi, nə? Bilmirəm. Birincisi, to be-dən sonra feilin üçüncü forması olmalıdır ki, passivdə olsun. Demir, passivdə olanı seç. Mən də 3 saatdır nə deyirəm? Deyirəm, düstur, belə eləyirik. O zaman biz burada to be üstünə gəlsin feilin üçüncü formasını axtarmalıyam. Okay. Sonra ikincisi, sonunda adjective, adverb, mine, yours, yəni asılı pronounla heç biri olmamalıdır. Üçüncü, də heç nə, elə bir şey. Sən deyəndə ki, hansılar belə buna baxırsan. A variantına bax, to be-dən sonra adjective gəlibdir. Axı mən deyirəm ki, to be-dən sonra feilin üçüncü forması gəlsin. A variantını çıxdım. B variantına hanı mənim to be-im? Deyil. C variantına hanı mənim to be-im? Deyil. Hanı mənim to be-im? Yoxdur. Were checked. Əla. Hətta burada by da var. O da bizə bir mesaj verir. Y variantı olur. Bu şəkildə. Nə bilim, birini də işləyək. Hansını işləyək? Bir, nə bilim, 15 işləyək. Misal üçün. Are being about. Dostum, are about diye bir şey var da are being diye bir şey yoktu. Bizim neyimiz var? Have, has, had. Üstüne gelinsin. Been. Üstüne gelsin feilin üçüncü forması. Hə, baba ucu perfect. Okay. Nə edirəm? Anı çıxıram. Is about ola bilər. Hanı mənim to be-im? C-də. Hanı mənim to be-im? C-də, D-də. Is been about diye bir şey yoxdur. Have been about diye bir şey olabilir. Y variantda loser variantı oldu ne? B variantı. İzah edebildim. Bir tane de ihtiyaç var işlemeye buradan. Yoksa müəyyən elədik. Okay. Növbəti başlıqda isə deyir ki, passivdə olan düzgün cavabları seç. Yoxsa bu üçüncü var. Biz içədən 1, 2, 3, hə bu dördüncüdür. Okay. İndi burada əslində ikinci başlıqla birinci başlığı oxşuyur. Gəl indi biz buna baxaq. Biz burada görürük ki, do olan variantdır. Do-dur. Və indiki zamanda ona görə has, was olmaz. İndiki sadə olmalıdır. Export, mənim export nədir? İxrac etmək.
ixrac etmək, import isə idxal etmək. Okay. Okay. İndi biz burada görürük ki, bizim üçün nə var? To this country bizim nəyimizdir uşaqlar? Bizim place'imizdir. Elə biz place ilə bağlı bir şey demişik ki, nəm cümləm başına keçsin, o yan eləsin, bu yan eləsin. Elə bir şey deməmişik. Biz demişik ki, bu cümlənin obyekti gəlib keçir subject. Yəni biz burada obyektin subjectini işləyirik. Yəni biz burada SVOPT qaydamızda place-in işimiz yoxdur bizim. Ona görə zəhmət olmasa ya variantı çıxsın getsin buradan. Və burada they var, burada subject-dir. Yəni hərəkəti eləyən də onlar ixrac edir. Bildim ki, onlar ixrac edir. Ona görə onları gizlətməliyəm. D variantı doğru qalır. Bu qədər. Sual verir, sualın cavabını verdik. Deyir ki, onlar nə ixrac edir bu ölkəyə? Bu da deyir ki, bu ölkədən neft ixrac olunur onlar tərəfindən. By them. Görsən, them sözünü də by ilə əlavə edib. Çünki bilir ki, mikrobdur. Mikrobu da maska ilə ayırmaq lazımdır. Bu şəkildə. Başa düşdük? Yəni, bu eyni şey oxşur. Tam eyni deyil, tamam. Birinci, ikinci başlıq oxşur. Birini də işləyək buradan. Birinizdən işləyək. Kim işləmək istəyər? Var, işləyək mən. Okay. 18-dən işləyək. Buyur. Burada has var. Onda A gedir çünki has'la cavab verməliyik. A gedir. B gedir. Gedir çünki bizə indiki zaman lazımdır. Qalır C ilə D arasında. Sonra baxaq ki, burada D variantında have-dən sonra bin verməyib. Çünki bizim düsturumuz elədir ki, have, has, üstəgəlsin, müsgər, verb, string, yəni C variantı. Aferin sənə. Bəzi uşaqlar gəlir burada no ilə yes-ə takılır. Uşaqlar, burada deyir ki, menecer sən təkliflərini qəbul eləyib, belə bir sual verir. Sənə bir səni təklifi qəbul eləyib ya da ki, eləməyib. Alsın menecer deyil, bir şey deyil. Mən hardan bilim? Düzdür, bu prosta özündən cümlədir qoyubdur. Bura indi mən o cümləyə uyğun oynamalıyam. Mən burada hə və yaxud da ki, yoxla nə işim var? Biz bu cavab vermək dərsi deyil ki, bu passive voice dərsidir. Ancaq bunu işlət. Çox, bu qədər. Belə bu sual tipi gəlməz, çünki düşmür tez-tez. İndi bax, buradakı 5-ci başlıq 3-cü başlığa oxşuyur, güya, amma oxşamır. Yəni, biz burada nə iş görürük? Bizə burada deyir ki, hansılar çevrilə bilər, hansılar çevrilə bilməz. Uşaqlar, çevrilə bilər nə? Biz həmişə çevirəndə nə istifadə edirik? Nəsə çevrilə bilirsə, deməli bizim orada işlətdiyimiz bir şey var. Nə edirik, Xurşud? Tamamlama olan cümlələr, yəni object olan cümlələri çevirməyə olar. Object olmalıdır, aha. Sonra əmzar vəzvə, Yəni ki, fail olsun deyirsən, verb olsun. Amma verb hamısında oluyor deməli ki, amma yaxşı yazaq, sənin kriteriyanda yazaq. Bəs nə olmasın? Cümlənin sonunda sifət olmasın. Yox, cümlənin sonunda sifət olması bizi incitməz. Cümlənin sonunda sifət olması bayaqları idi. Biz cümlənin sonunda sifət olanda deyirik ki, bu passivdə deyil. Amma demirik ki, passivə çevrilmir. Deyirik passivdə deyil. Məsələn, deyirəm ki, also drinks water which is pure. Also saf olan su içir. Burada axırda adjective olsun deyə çox çalışdım uşaqlar. Cümlə belə alındı. Demək istəmədim pure water. Belə də demək olar. Prostində axırda olsun deyənə belə düz qoşa elədim. Deyir ki, also saf su içir. Sən deyirsən ki, bu cümlə passivdə deyil. Demirsən ki, it can be changed into passive. Demirsən ki, passivə çevrilə bilər, yoxsa çevrilə bilməz. Bu şəkildə. Ona görə elə demə. Denən ki, cümləmizi sən baxla dediyin. There is olmasın. It is. Bundan başlayalım. Bayaqları sən bayaqları this demişdin, yoxsa there demişdin? This.
This-in bura aidiyyatı yoxdur, Xurşud. Elə verim, baxlasan da soruşmusan. There is, Yox, there are, there was bilirəm falan nə fistan. deyim. O sual hansıydı, onu demişdi. Ha, okey. Yəni burada bunlar olmaz. Bir də ki it is, it was. Yəni itlə başlayan cümlə olmasın, çünki onu çevirənmərəm. Çünki hərəkət edən yoxdur. Prosta deyir ki, var ya da ki yoxdur. Bu şəkildə. Okey. İndi mən nə edirəm? Deyir hansı çevrilə bilməz. Əsasən bizim ən çox obyektimiz 1, 3, 4 nömrəli qaydamız işləyir. Zaten 2 çox önəmli deyil. Bütün hamısında verb var zaten. Hətta 2-ni silə də bilərik. Çünki əsas kriteriya deyil. Bəli, Xurşud, buyur, suala baxmaq istəyirsən? Əmin deyil, əslində mən. Okey. Gəlin də görək deyir ki, çevrilə bilməz. Bəli, Fidan. Mən suala baxmaq istəyirəm. Bəli, buyur, bax. Birincisi, indi sualda deyir ki, dəyişə bilmir, passive voice ola bilmir. İndi birinci cümlədə deyir ki, birinci cümlədə baxsaq görürük ki, obyekt yoxdur da biz onu passive voice-a çevirə bilərik. Ona görə biri çevirmək mümkün olmayacaq. Biri seçəcəyik, yəni düzgün variant olaraq biri doğru götürəcəyik. İkincisində flowers var bizdə, hansı ki bu obyekt olaraq götürülə bilər passive voice-da. Və feilim də var, verə bilərik keçmiş zamanda. There is, there are da yoxdur, ona görə bunun bir problemi yoxdur, bu passive voice ola bilər. Üçüncüsündə yenə snowman burada artıq obyektdir. Feilim də var, there is, there are yoxdur, mənim problemim yoxdur yenə, ona görə passive voice ola bilər bu. Dördüncüsündə isə bu cümlənin özü hətta yox, nəsə qarışdırmayım. Bu dördüncüsündə də yenə passive voice ola bilmir. Ona görə 1 ilə 4-ü götürəcəm. Cavab D variantı. Bəli. Burada mənfilər qoyuruq. Bəzi insanlar bunu çaşır, uşaqlar. Can't falan deyəndə. Neyinsən? Bunun başına bir dənə mənfi qoy. Ya da ki, neyinə? Ümumiyyətlə bunu sil. Neyinsən sən buna baxıb? Elə belə bax. Denəyin ki, bu çevrilə bilmir, bu çevrilə bilir. Sonra hər şeyindən sonra bunu aç. Deyir can't, yəni çevrilməyənlər. Hə, sən də nəymiş çevrilməyən? 1 ilə 4-ünüymüş. Davay ki, götür 1, 4. Səliqəli bir şəkildə işləyirsən. Başından elədik, getdik. Başımıza eləmədik. Yəni izah elədik, getdik. Bir də misal üçün came home, evə gəldi. Yəni came to home deyə bilmirik də. Çünki ev haradır bilirik də, onun əvvəlində to preposition işlənməz. Amma yəni ki, bu place-dir uşaqlar. Bu object deyil. Flowers'la snowman object onlar çevrilir. Very excited də, yəni bizim üçün burada nədir? Adjective-dir. Başa düşdünüz? Adjective daxil object deyil. 1 ilə 4. D variantı. Birini də işləyək. Altını işarələmişim. Gəlsəniz altını işləyək. Kimdən işləyək? Çevrilə biləni istəyir. Mary had a night. Burada object falan yoxdur. Ona görə çevrilə bilmir. Bunu mənfiyə yazıram. Burada bir şey bağda işləyir. Burada da yenə heç nə yoxdur. Necə çevirə bilərəm? Yəni bunu çıxır mənfi yazıram. 3-də baxıram. Burada var, bu painting obyekti, bunu götürürəm, plus. Burada da my clothes var, bu da obyekti, bunu da plusa qoyuram. Mənim can be istəyirdi ki, plusları götürürəm, 3-4. Bir baxaq. Bəli, my clothes sözü mənim üçün obyekti burada. Düz yersən. 3-4. Had a nice weekend. Bizim üçün burada nədir? Bu birlikdə götürülür. Və buradakı da place'dir. Digərləri konkret obyekti və onları götürə bilərəm 3-4. Özü də götürülə biləni istəyir. Bəzən ev tapşırıq yazanda mən tərcümə eləməyə ərinəndə hansı cümlə uzundursa, yəni deyirəm ki, burada tamamlıq olacaq da, yəni passive voice çevrilə biləcək.
Qısa olanlarda Nope. olmur çox var. Ola bilər bu sən taktikan olsun. Ancaq riskli bir məsələdir. Gəlsənizə 13 işləyək. 13 kimlə işləyək? Sənlə işləyək, Xurşud. Olur mu? Hı? Deyir ki, Sandra düzəldir rollar. Neyi düzəldir? Rol burada objektimiz var. Yəni passive çevrilə bilərik. Biri götürürük. Deyir ki, Brownlar yaxşı həyat üçün bu filmə baxırlar. No. Yaxşı, demirəm. Burada da götürə bilərik. Bu qalsın. Yoxda kimi bir şey. Çə baxaq. Bu problem həqiqətən məni əsəbləşdirdi. Burada objektimiz yoxdur, yəni çevrilmir. 3-ü götürürük. Suala baxdıqda. 4. We stayed in Atlanta for many years. Neçə ildir ki, biz Atlantda yaşayırıq. Burada da objektimiz yoxdur. 3-4-dür məncə cavab. 3-4. De. No. 2-yə təzədən bax. Sən niyə tərcümə edirsən? Sənə birinci sual. Birincisi niyə tərcümə edirsən? Biz tərcümə edirik bayaqdan. Yox. 3 deməli 3-ə də təzədən bir də baxmalısan. Tərcümə etməməlisən. To Chicago nə deməkdir? Necə? To Chicago 2-də. To Chicago nə deməkdir? T var burada. Filmin adı yəqin ki. Yox, move burada köçmək deməkdir. To move. To move hərəkət eləmək, hərəkət etmək, 2 köçmək mənası var. Sən ümumiyyətlə heç orada move sözünə belə baxmalısan. To Chicago, Chicagoya. Chicagoya. O, istiqamət göstərdi. Yəni bu nədir? Place'dir. 2-ni çıx. Minus. Tamam mı? Sonra digərinə baxırsan. Deyir ki, this problem really annoys me. Problem təkdədir. Nə? Okay. Problem sözü bizim üçün təkdədir. Görsən ki, xəbərimiz də təkdə verilib. Sonunda S var. Və main verbimizdən sonra görürəm ki, me gəlib. Objective pronoundur. Yəni bu cümlənin əvvəlinə keçirəndə biz bunu passivə çevirəndə, yəni normal cümlə çevirəndə I ilə çeviririk. I am really annoyed falan bu şəkildə. Yəni 3-də çevrilə bilər. Atlanta isə in Atlanta. Bizim üçün place-dir. Çünki in Atlanta deyir. Prepositiondan sonra gəlir. İndi baxıram ki, nə deyir mənə? Deyir, hansı çevrilə bilməz? Oldu nə? 2 ilə 4. Başa düşdün? Səhvləri not aldın? Başa düşdün, yoxsa başa düşmədin? Başa düşdüm. Okay. Birini də işləyək səndən. 18. Əsas feilə baxaq, growdur, grows. Grows what? Plants, unusual plants. Yes, objective. Bəli, bunu çevirmək olar. Yəni bu plus. 2-yə baxırıq, demək biz growing quickly. Growdan sonra yəni bir objektimiz gəlmir deyib bunu çevirə bilmirik. Sonra baxırıq 3-ə. Burada əsas feilimiz couchdur. Full müəllim nə mənada işləmirdi? Yəni qabağında da article gəlib noundur. Sən də bilirsən ki, sənin subjectin də, objectin də ikisi nə ola bilər? Noun ola bilər, gerund ola bilər. Bir də sənin nəyin ola bilər? Pronounun ola bilər. Düzdür?
İndi sən burada görsən ki, sənin üçün bura nə verib? Flu veribdi. Deməli bu nə ola bilər? Qabağında the article-da var. Object. İndi object ola bilər bu. Tamam, saxlayıram. 4'e baxaq. Burada əsas fiilimiz bura oldu. Bundan sonra deyə I have brought you a copy of the textbook. You gəlib. Yəni pronoundur. Yəni object ola bilər. Deməli nəymiş? Bu çevrilə bilər. Bəli. Deməli 2-3'üymüş. 2-3'tü də niyə 2-3'tü? Bəs biz burada object tapdıq. Çünki həzdən sonra Həzdən sonra bizim üçün count gəlib və bizim müəyyən feillərimiz transitive feildir. O nə deməkdir? Gəl mən sənə göstərim. Hansı ki təsirsiz feillərdir və biz onları çevirə bilmirik passivə. Gözəl bir sual seçmişəm. Bax buradakı feillər. Bilirəm burada elə görünür, elə bil ki burada müharibə vermişik. O qədər işarələ izah vermişəm ki. Amma yəni ki bax buradakı feillər belədir. Bir burada var. Bir də buradakılar ən tez-tez rastlaşdıqlarınız. Bizim bir problemimiz var uşaqlar. Bu bura aid deyil əslində. Oy, bizim feilimiz catch feilidir. Dostlar, elə bilirəm. Bizim feilimiz şeydir. Kaf feilidir. Kaf feili bax buradadır. Bax. Kaf feili bax bizim üçün buradadır. Gördüyün kimi öskürmək deməkdir. Mən elə bilirəm burada deyir ki, öskürdü. Öskürmək demir ancaq bizim üçün burada. Caught isə catch deməkdir. Yəni tutdu. Yəni deyir ki, Merlin qrip tutdu. Sən burada nə deyəcəksən? The flu has been caught, yəni ki qrip tutuldu Merlin tərəfindən. Axı burada tutdu deyəndə gedib nəyisə həqiqətən fiziki şəkildə tutdu demir də. Burada məcaz mənada işlənir. O səbəbdən 2-3 götürürük biz burada. Yaxşı? İzah edə bildim? O səbəbdən. Okey. Bu şəkildə. Belə. İzah edə bildim bunu?